Salam və xoş gördük. Bugün sizə 2026-cı il 10 aprel tarifi üçün Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında ətraflı və tam məlumat təqdim edirik. Əgər planlarınızı hava şəraitinə uyğun qurmaq istəyirsinizsə, videonu sona qədər izləməyi unutmayın. Sabah ölkə ərazisində hava şəraitinin ümumilikdə sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir. Yaz fəslinin ortalarına doğru irəlilədiyimiz bu günlərdə temperatur tədricən yüksəlməkdə davam edir və bu da özünü sabahki hava şəraitində də göstərəcək. Paytaxt Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində buludların artıb azalması müşahidə ediləcək, lakin əsasən yağıntı gözlənilmir. Səhər saatlarında bəzi ərazilərdə zəif duman ola bilər. Bu da xüsusilə sürücülər üçün diqqətli olmağı tələb edir. Mülayim şimal-qərb küləyi əsəcək, bəzi vaxtlarda küləyin sürəti bir qədər arta bilər. Temperatur göstəricilərinə gəldikdə isə gecə saatlarında havanın temperaturu 7-10 dərəcə isti arasında dəyişəcək. Gündüz saatlarında isə temperaturun 14-18 dərəcə isti olacağı proqnozlaşdırılır. Bu da açıq havada vaxt keçirmək üçün əlverişli şərait yaradır. Azərbaycanın bölgələrinə nəzər salsaq, əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin dağlıq və dağətəyi ərazilərdə günün ikinci yarısında qısa müddətli yağış ehtimalı var. Bəzi yüksək dağlıq ərazilərdə isə hətta zəif qar müşahidə oluna bilər ki, bu da yaz mövsümü üçün nadir, lakin mümkün hallardan biridir. Aran rayonlarında temperatur gecə 6-10 dərəcə isti, gündüz isə 18-23 dərəcə isti arasında dəyişəcək. Bu ərazilərdə günəşli hava üstünlük təşkil edəcək və kənd təsərrüfatı ilə məşğul olanlar üçün münasib şərait yaranacaq. Dağlıq rayonlarda isə gecə temperatur 2-6 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti təşkil edəcək. Hava şəraitinin dəyişkən olması səbəbindən bu ərazilərə səfər edənlərin daha ehtiyatlı olması tövsiyə olunur. Qərb bölgələrində, xüsusilə Gəncə və ətrafı rayonlarda hava əsasən açıq olacaq. Şərq bölgələrində isə o cümlədən sahilyanı ərazilərdə bir qədər küləkli hava şəraiti müşahidə edilə bilər. Ümumilikdə isə 10 aprel tarifi üçün Azərbaycan üzrə hava şəraiti yaz fəslinə uyğun olaraq mülayim, nisbətən sabit və əsasən əlverişli olacaq. Bu da həm gündəlik fəaliyyətlər, həm də açıq havada planlaşdırılan tədbirlər üçün uyğun imkanlar yaradır. Sonda xatırladaq ki, hava şəraiti ilə bağlı ən son yeniliklərdə xəbərdar olmaq üçün bizi izləməyi və videonu bəyənməyi unutmayın. Sabahınız uğurlu və gününüz xoş keçsin.